Özbəkistan səfərinə Əndican şəhərindən başladım. Burada Rəhimcan usta özbək ailəsinə qonaq oldum. Gözəl bir yemək pişirmişdilər, süfrə açmışdılar. Yeməklərin dadına baxdım, daha sonra getdim Qılınc bazarına. Çox gözəl bazar. Ən ucqar kəndlərin belə evlər çox gözəldir. Özbəkistanda Azərbaycanlı olduğumuzu biləndə bizi həqiqətən də çox qonaqpərvərliklə, istiqanlıqla qarşılayırlar. Azərbaycanlıları çox sevirlər, Azərbaycanı çox sevirlər. Mən ümumilikdə Özbəkistanın 4 şəhərində oldum. Daşkənd, Əndican, Kokand, Fərqana şəhərlərində. Hər 4 şəhərdə də yəni eyni münasibəti gördüm. Azərbaycanlılara qarşı gözəl münasibəti gördüm. Daşkənd şəhərdə çox gözəl şəhərdir, müasir şəhərdir. Geniş yolları var, müasir binaları var. Burada restoranlar çox təmizdir, çox səliqəlidir. Daha sonra isə özbək dostlarımızla görüşdük. Yollarda gözəl bir restoranı var. Orada da bizi çox gözəl qonaq etdilər. Restorana gedəndə ilk olaraq su, şorba, çörək pulsuz olaraq insanlara təqdim olunur. İctimai nəqliyyatda çox böyükdür və rahatdır, çox səliqəlidir. Özbəkistanda Daşkənddə Yaponiya və Koreya kimi ölkələrin universitetləri var və Özbəkistan sürətlə inkişaf etməkdə olan ölkədir. Bu cür ölkədə Azərbaycanlıları, Azərbaycanlıları, Azərbaycanı sevənlərin olması həqiqətən də qürur vericidir. Daha sonra isə Azadla Bakıya döndüm. Əgər dostlar bu videoya 500 min baxış gəlsə, Özbəkistanın digər kənd və şəhərlərinə gedəcəyim və oradakı özbək ailələrinə qonaq olacağım.